dünən keçirilən Atletik Bilbao Qarabağ maçında erməni təxribatı baş verib. Belə ki, bəzi ermənilər tribunada keçmiş qondarma rejimin dırnaqarası bayrağını qaldırıblar. Bildirilir ki, Atletik klubu da buna mane olmayaraq böyük səhvə yol verib. Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam etdiyi bir vaxtda bu cür təxribatı necə qiymətləndirmək olar? Azərbaycan bu hadisəyə qarşı hansı addımlar ata bilər? Qlobal infaza danışan politoloq Elman Telmanoğlu deyib ki, sözü gedən təxribatlar idman hadisəsinin çərçivəsindən kənara çıxması deməkdir. Bu addım Ermənistanın bəzi qüvvələrinin və erməni lobbi dairələrinin məqsədyönlü şəkildə Azərbaycan əleyhinə təbliğat aparmaq cəhdinin növbəti nümunəsidir. Bu təxribatı ciddi almaq lazımdır, lakin emosional yox, diplomatik müstəvidə. Çünki bu hadisə beynəlxalq arenada aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Azərbaycanın rəsmi qurumları, xüsusilə Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də AFFA bu məsələyə operativ reaksiya verməli, həm UEFA, həm də Atletik Bilbao klubunun rəhbərliyinə rəsmi etiraz məktubu göndərməlidirlər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.